Yaşadığı ünvanda qeydiyyata düşməyənlər cərimələnəcək. Odur ki, diqqətli olun. Son vaxtlar hüquq mühafizə orqanları bu istiqamətdə araşdırmaları xeyli gücləndirib. Vətəndaş hər hansı səbəbdən yaşayış yerini dəyişərsə, müvafiq icra hakimiyyəti orqanına müraciət edərək müvəqqəti qeydiyyata alınmalıdır. Qanunvericiliyin tələblərinə riayət edilmədikdə inzibati məsuliyyət yaranır. İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsinə əsasən şəxs barəsində xəbərdarlıq edilə və ya inzibati qaydada 30 manat məbləğində cərimə tətbiq oluna bilər. Vətəndaşların yaşayış yeri üzrə qeydiyyata alınmasına nəzarət daxili işlər orqanlarının əməkdaşları həyata keçirirlər. Bu məqsədlə polis əməkdaşları tərəfindən müvafiq reydlər keçirilə bilər. Qanunvericiliyə əsasən vətəndaş yaşayış yerini dəyişdikdə 10 gün müddətində müvafiq icra orqanına müraciət edərək qeydiyyata düşməlidir. Evinin çıxarışı olmayan şəxslər də yaşayış yeri üzrə qeydiyyata düşə bilərlər. Bunun üçün onlar e-polis mobil tətbiqi vasitəsilə onlayn şəkildə müraciət edərək qeydiyyat prosesini rahat və operativ qaydada həyata keçirə bilərlər. Bax belə izləyicilər videonu bəyənib paylaşın ki, daha çox insan bundan xəbərdar olsun. Həmçinin maraqlı məlumatları qaçırmamaq üçün səhifəmə abunə olmağı da unutmayın. Ən əsası özünüzdən müğayət olun.